Harda da Azərbaycanda ədalət yoxdur. Heç vaxt Azərbaycanda nə ədalət var, nə qanun var, nə zakon var. Heç bir şey. Yalnız o başda oturanlar öz evlərini güdürlər, özləri üçün yaşayırlar. Millətdən ötürü heç bir belə günah ağlamır Azərbaycanın o irəlidə oturan rəhbərləri. Azadlıq! 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 Belə yol. Tələsmə. Belə düzgün bir insanın şəhərlənib həbs olunması bütün hamıya pis təsir eləyir. Bütün kəndçilərimizə, bütün el oğullarımıza. Detalları hamısını demək də lazım deyil. Yəqin bütün cəmiyyət bilir. Amma cəmiyyətin belə susqun olmağı belə məni narahat edir. Bu da Tofiqin atasının öylərdir, gör nə gündədir. Heç mi ədalət yoxdur, heç mi Allah yoxdur. Gərək bunu Allah götürməyə. O deyirlər, eldən ötürü ağlayan gözdən olar. Həmən Tofiq Azərbaycanın elindən ötürü elədi. Dedi, millətimiz yaxşı olsun, millətimiz yaxşı yaşasın. Bunu da ki, Azərbaycan rəhbərlərinin heç biri nəzərə almadılar. Hələ üstünə də bir şər elədilər ki, pulpərəst olsa, Tofiqin atasının öyü eşiyi bax bu gündə olmazdı. O Azərbaycanda nə qədər igidlik göstərmişdi. Qarabağda qazi olaraq qədər nə qədər igidliklər göstərdi. Onu onların gözü görmürmü? Tofiqin də qədərində buymuş ki, yaramaz insanlara rast gələcək. Hiləgər insanların hiləsinə düçar olacaq. Ancaq onun həyatı əsrlər boyu yaşayacaq. Əsrlər boyu nəsillərə çatacaq. Bu da onlar üçün qorxuludur. Onlar niyə Tofiqdən qorxur, mən başa düşmürəm. Onlar öz həyatlarından qorxsunlar. Özlərinin o əməllərindən qorxsunlar. Tofiq nə? Adam yeyən döy, adam öldürən döy. Belə kişinin oğlunu öz atasını basırmağa qoymadılar gəlməyə. Anası rəhmət edəndə də qoymadılar. Bu da Tofiq dünyada ən düz, ən dürüst oğlan öz atasının basırmağa gələ bilmədi. Belə də vicdansız, belə də pis hökumət, belə də millət olarmı? Milləti öz atasının üstə qoymur. Şekspir deyir, mən ölüm istəyirəm, yoxdur görməyə taqət. Dilənçilik eyləyər qapılarda ləyaqət. Sadəliyə gülərək rişxənd eylir yalan, puşluq paltar geyinir, min bəzəkdən cəlaldan. Qüdrət qüdrətsizliyə əsirdir, səcdə qılır, əfsus haqqın ağzı yumruqlarla tıxanır. Elə bil, bu şeir Tofiq haqqında yazılmış. Halbuki bu şeir 16-cı əsrdə yazılırdı. Son sözüm budur. Haqq dediyinə görə yumruqlarla ağzı tıxanır, həbsxanaya atılır. Aprelin 15-də Tofiq bəylə yenidən İstintaq Tədqiqatxanasında görüşdüm. Tofiq bəy görüşə çox çətinliklə yeriyirdi və artıq özünün dediyi kimi geriyə sayım başlayıb. Çəkisi onun artıq 85 kiloqrama düşüb. Çox təhlükəli olaraq nəbzi birdən-birə 95-dən 57-yə düşüb. Onun nəbzi 95-ci gün 57-dir. Anası ölənə qədər yolu içəri girənə deyirdi Tofiqdir mi? Gözü yolda qaldı ki, Tofiqdir mi? Şəklini belə yekə vurmuşdular qavağına. Elə hey o şəkiləcə baxırdı. Gəlmədi, Tofiq də gələ bilmədi.